Salam uşaqlar, bu günləri Racing Master'a gələn yeni güncəlləməyi göstərəcəm. Yeni güncəlləmədə birinci olaraq belə təzə maşınlardan birisi budur. Təzə maşın gəldi, birisi budur. Maşın kartla çevirib, bəxtə çıxsa əgər ala bilsən. Sonra Titan yeri gəldi bələnin içinə. Kasa falan var. Bir də günlük hədiyyələr və ya belə XP hədiyyələri var. Özel XP. Yeni maşın gəldi bələnin içinə. Bunu almağıma çox az qalıb. 19 dənə açma, paket açma qalıb. Sonra məktublarda artıq belə daha çox hədiyyələr qazana bilirsiniz. Bu arada keçənki Racing Master videomdan yəni əsər yoxdur da ortada, çox biraz yəni əsər demək də biraz keçmişəm. Bir də o videoda diqqət verdiysəniz bundan 72.000 var. Yəni mənim o vaxtda tələ başladığım vaxtlardır. Bilmədim, getdim hamısını xərclədim. İndi qazana bilmirəm, əlimə gəlmir ondan. Onun özü maşınlarım güclüdür. Yəni o məndə bu dəqiqə olsaydı maşınım məsələn bu maşın 911 gücündə olacaqdı. Full olacaqdı. Sonra nə deyim? Keçən dəfə bu haqda danışmışdık. Maşınların qapılarının falan açılması haqqında. Yeni maşındır bu, ən sürətli maşınım. Çox qəşəng maşındır. Qapıları bağlayaq birinci. İçi bu cürdür. Gəlin xodlayaq. Yaxşı səsi var şəxsən. Xoşuma gəldi səsi. Motoru bu cürdür. Motoru özü də öndədir. Kiçik motor var biraz. Ama çok güçlüdür. Dizi biraz sürək. Bu arada videomda Minecraft'taki yeni sunucumuzu tanıttım. Sunucu bitmir hala. Bittiğinde hamınız girə biləcəksiniz. İlk bayaqlar gördüğünüz maşını, lobidəki maşını hız testləməyə baxıram. Maşın biraz yavaşdır ama modifiye ya bunu fullləməyə fikirləşirəm. Bu fullləyəndə çox qəşəng maşın olur. Yani oyunun en nadir maşınlarından birisidir. Bunu aslında 7. gündə verirdi. Ama bunu gedib özüm çıxartdım. Həmin maşını çıxardaq. Davay. Ən birinci patinaş çək. Özü manevrası biraz pisdir. Demək olar. Amma məsələn baxın, 225-dədir, çox sürətli maşındır. Az qala var edir. Bu maşın hemen 300 artı 300 görmüştüm vaxtıkən. Artı 300 bu oyun üçün dəhşət bir şeydir. Hətta zorlasam görərəm, yol biraz uzunası görər. Hatta gördün mü? Uşağı gördü. Videoda 300 gördüm. Uşağı bu videonun başlığı 300 gördüm olacaq. Videonun başlığı 300 gördüm olacaq. %100. Bundan başqa başlıq səsə bilmirəm. İşte yeni güncəlləməyi tanıtdım burada. Özünüzə yaxşı baxın. Sağ olun. Bye.